Keçəsi deyil bu. Hara gəlsə burada dayanacaq. Bizim kəndə girmək üçün birinci cəhdimiz alınmadı. Ona görə ki, qarşıda erməni tərəf çox ciddi şəkildə atəş tutur. Ona görə də polisin və hərbi polisin deməli tələbi ilə biz bizi bura gətirən maşını geri göndərməyə məcbur olduq. Amma çəkiliş qrupumuz burada qalır və gedən prosesləri də lentə almaqda davam edir. Снимаешь? Не попало в тебя? Не попало в тебя? Нет, нет. Нормально. Осколки падают. Давай, hadi. Həmişə dalbada laf. Həmişə dalbada laf tutulur. Yox, özüm dururum, sən üstünə durun. Onu verin. Qana var. Tamam, evet, iskele. Burada süreceğim. Azərbaycanın bir tərəfli qaydada elan etdiyi atəşkəsə baxmayaraq, erməni silahlı qüvvələri dinc insanların yaşadığı məhəllələri, qəsəbələri, kəndləri bombalamaqda davam edirlər. Biz indi Tapqaraqoyunlu kəndindəyik və bu kənddə deməli bizim olduğumuz bu evin sakinlərinin yaşadığı deməli binanın hansı vəziyyətə düşdüyünü siz özünüz görürsünüz. Allah canı sağ eləsin. Qəşəng texnikalara buraxıb, yəni möhkəmdir. Yəni kəndimdən çıxmır. Təkcə Turalın əhval-ruhiyyəsi deyil bu, ümumiyyətlə bu cəmaatın, yəni ümumi ortaq əhval-ruhiyyəsidir. Biz birinci adam deyil Tural'la görüşmüşük. Yəni burada adamlarla danışırıq, hamısının söhbətindən belə başa düşürük ki, onlar üçün bu adi bir haldır. Əksinə son zamanlar baş verən hadisələrə onlar müəyyən mənada daha rahatlıqla yanaşırlar. Çünki bu əvvəllər daha pis oldu. Götürəndən sonra xüsusilə o yüksəkləri ki, haradan ki dinc insanlar yaşadığı bu ərazilər ateşə məruz qalırdılar, xeyli azalıb belə hadisələr və ara sıra atəşmə səsləri gəlsə də bu insanlar üçün adi həyat tərzinə çevrilir. Yaralılar. Biz indi ön cəbhədəyik, lap deməli döyüş hərəkətlərinin fəal getdiyi ərazidə Azərbaycan əskərlərinin, erməni silahlı qüvvələrinin hücumlarının qarşısını almaq üçün göstərdiyi fədakarlıqları sizə təqdim eləmək üçün gəlmişik bura və ayəniz bu dəqiqələrdə baş verənləri sizə çatdıracaq. Yəni Azərbaycan əskərlərinin hər biri bugün öz postundadır, döyüş hazırlığındadır, ruh yüksəliyindədir və siz özünüz də bu saat onların müsahibələrində yəqin ki, bunun şahidi olacaqsınız. Birinci Plamet Man komandır, müddətli artıq xərqi hərbi xidmət qurğucusu Kiçik Savşallah Divanar. Anar, vəziyyət necədir? İşlər necə gedir, yəni döyüşlər? Döyüşlər hal-hazırda yaxşı gedir. Düşməni səhər-səhər, yəni tərpar xarakterli atəş açıldı, dərhal qarşısı alındı. Yəni hal-hazırda itkiləri hədsiz dərəcədə çoxdur. Aha. Sən bizə göstərə bilərsənmi ki, düşmənin deməli mövqelərini, amma ehtiyatlı ol da, yəni? Aydındır. Bəli, göstərə bilərəm. Zəhmət olmasa. Buyurun. Hal-hazırdakı gördüyümüz qarşıdakı kənd Şotlanlı kəndidir. Şotlanlı kəndinin sol tərəfi deməli görünür arı postudur. Arı postunun sağındakı təkər postudur və kəşfiyyat postudur. Yəni hal-hazırda atəş açılan yerlər oradan idi. Cavab atəşlə atəşkəs susturuldu.
Deməli, saat neçədən başlamışlar o ateş açmağa? Başlayan deməli atışma başlanmış saat 11:00-dan. Yəni Nə vaxt susturuldu? saat 13:00-da ki atışma getdi, cavab atəşkəs tutuldu. Qarşı tərəfin itki verdiyi barədə məlumatımız var. Var, bəli. İtki çox verilib. Artilleriya zərbələrindən itkini çox veriblər. Aha. Özün hardansan? Hansı rayondansan? Özüm Tərtər rayonu. Bəlkə qohum əqrabiyə dosta tanışda salam vermək istəyirsən. Xeyr. Sağ olsun. Niye evdekilerine Evdəkilərə bir salam göndər. Hamıya salamlar. Ora bax. Hamıya salamlar. Dostların var, istediğin... Dostların, istədiyin, sevgilin, nə bilim, nişanlın. Hamısına salamlar. Utanırsan nədir? Aydındır. Təşəkkür ederim, çox sağ olun. Ön cəbhədə çəkilişlərimiz davam edir. Biraz bundan qabaq döyüşdən çıxmış Azərbaycan əskərlərinin yanındayıq və onların döyüş təəssüratları ilə yanaşı ümumiyyətlə bugünkü ovqatları barədə də soruşmaq istəyirəm. Uşaqlar, necə sizin var, nə yox? Sağ ol. Elə birinci sizdən başlayaq. Necə keçdi döyüş? Çox yaxşı. Çox razıyıq. Nə mənada çox yaxşı? İrəlilədik, getdik. İrələdiniz. Əla. Getdik qabağa. Nə Qarşı. vaxt başladı atışma, nə vaxt Gecə vaxtı. gecə vaxtı? Bəli. Gecə vaxtı başladı. İrəlilədik öz qüvvəmizlə. İrəlilədik öz gücümüzlə. Əhval-ruhiyyə necədir, Nasiriyyə necədir? Ağlan. Getdik, döyüşdük. Düşmən canının qüvvəsi məhv elədik. Döyüşdən necə çıxmışıq, fəxr edirəm ki, mən məhz elməni üzbəzə durub döyüşürəm. Və əskər yoldaşlarımın içində durub döyüşürəm. İtkilərimiz olmadı. Xeyr, sağlıqçılıq olun. Şükür Allah. Sizin adınız? Dostun kimdir senin? Bu düşərgədə en büyük dostun kimdir? Əskər yoldaşlarımdır buradan. Mesela kimdir adını çək, də özünü göstər. Kimdir dostun? Əskər Zeynalov, Aha, Əlvi qalxı Zeynalov. Gözəl insan. Başka kim dostun? Hüseyin Əvennurdur. Əskər Seynal. Nur Əlvi qalxı. Əcdahasan. Yaxşı, məsələn, sən evdə dostların var evdə. Var. Kim qal verdi dostlardan? Hamısı. Məsələn, adını çəkdi, hə? Adım var mesela Muratdır. Hə, məktəbdə oxumusan, yoxsa uşaq bağçasında? Xeyr, xeyr, məktəbdə. Qohuma, dosta, qardaşa kiməsə salam vermək, salam göndərmək. Kimə salam göndərmək istəyirsən sən? Evdəkilərin hamısına, dostlar, qohum. Heç olmasa salam. Evdəkilərə hamısına salam göndərirəm. Özlərinə müğayət olsunlar. Qorxmasınlar ki, biz arxalarında möhkəm durmuşuq. Komandir. Özünüz bir təqdim eləyin. Mən post böyüyüb Gizir Məmmədov. İstimət. Bunda bütün məntiqlə siz gərək heç olmasa evli olasınız. Xeyr, subayam. Neçə yaşınız var? 23. Maşallah. Belə 23 yaşında komandir belə hər adam olmuyor. Necədir, razısınız uşaqlardan? Şuralar rahat ol. Döyüşdə özlərini necə göstərdilər? Döyüşdə çox məğlubiyyət bizdədir. Yox, sizin uşaqlarınız döyüşdə necə göstərdilər? Yaxşı şükür, hamısı bacarır, döyüşür. 19 yaşındasınız, 20 yox, səhv edirəm. Neçə yaşın var sənin məsələn? 24. Adın nədir? Emin, müddətinə xidmətçi. Ha, müddətin artıq xidmət. Bəli, bəli. Aha. Nə vaxt xidmətdəsən burada? 2-ci ildir. İkinci ildir. Bəli. Bu döyüşdə iştirak elədin də Bəli, bəli. Dünən axşam iştirak elədik. Səhərə qədər döyüşdük. Düşməni məhv elədik. Forman haqqında danış. Mən görürəm formanın üstündə müxtəlif şeylər var. Nəyə kömək eləyir o şeylər? O yuxarıdakı o fişəng deyirsən. Fişəng bəli, bu gecə əgər yəni basqın həyəcan olursa fişəngi atırıq, xəbər edir ki, bizə kömək gəlsin. Ondan başqa da yəqin rasiyamız var. Bəli, bəli. Rasiya ilə də əlaqə saxlayırıq bir-birimizə. Evdəkilərə salam demək istəyirsən. Bəli, hamısına salam Hardansan deyirəm. özündə? Tərtərin borsunu Bəh, kəndində. bəh, biz elə indi Tərtərdən gəlirik. Bəli, lap yaxşı. Salam deyirəm, Kimə deyirəm. salam deyirsən? Anama, atıma, Mamanın bacıma. adı, papanın adı, bacının adı. Atamın adı Şirin, anamın adı Kifayət, bacımın adı Nərmin, bütün qonşulara, qohumlara, tərtərlərin hamısına buradan salam göndərəm, deyirəm arxeyin olsunlar. Yəni, mən buradayam, döyüşəcəyik. Onlar hər zaman qoruyacaq burada. Çox sağ ol. görürsünüz belə də danışırsınız. Başqası kimdir? Gəl bu qardaşınızla danışaq bir dənə. Elə bu qardaşınız. Sən deyəsən hamıdan boyda balacasan. Əskər Vəliyev. Gecə döyüşdük. Sağ-salamat çıxdıq şükür Allah döyüşdən. İnşallah Qarabağda bayrağımızı qaldıracağıq. İnşallah. Qarabağdasan da artıq. Bəli, yəni deyəcəyik. Xankəndidə. Xankəndidə həyatda, Şuşada həyatda hamısında torpaqlarımızı alıb oturacağıq. Bayrağımızı qaldıracağıq. Yəni Neçə yaşın var sənin? mənim 18 yaşım var. Qorxmursan? Xeyr, müəllimlərimə hamısına salam göndərirəm. Hamısına, yəni 2 qoyana da, 5 qoyana da sağ olsunlar. Buradan salamlarımı göndərirəm. Evdəkilərə salamlarımı göndərirəm. Atama, anama, bacıma. Hamı da ailəsi də gözləyir, başqası da gözləyir. Mənim gözləyənlərə salamlarımı çatdırıram. Fikirləşməsinlər ki, biz burada çətindəyik, biz burada rahatıq. Çox İnşallah, rahatsan, hə? bəli, inşallah qarşıda gördüyümüz torpaqlarda inşallah tapdıyıb keçərik qabaqda. Gedib bayrağımızı sancarıq, qabaqda dayanarıq.
öz itkin verdiyimiz torpaqlarımızı alarıq. Sən mənə bir dənə sualıma cavab ver. Sən bayrağı sancmağı sən istəyirsən ki, sən sancasan, yoxsa komandirin? Mən istəyirəm hamımız birdə sancaq. Hamı bir yerdə Bayraq olmur bir da. dənədir siz. Bayraq bir dənədir, komandirimiz sancaq, mən sancacam, fərqi yoxdur. Burada kim var, hamısı sancsın. Yəni məsələn- Hamısı sağ salamat gedək, alaq torpaqlarımızı sağ salamat qayıdaq öz vətənimizə, öz elimizə. Necə gedir işlər? Nə var? Su salamatçılıqdır, şükür Allaha. Çətin deyil. Xeyr, xeyr. Biraz belə baxıram, potuş-motuşsan, çətin alır deyirsən. Xeyr, xeyr. Dalda qalmırsan uşaqlar. Xeyr, xeyr, necə lazımdır, qaçırıq. Mamaya